Salam yoldaşlar, hər birinizi salamlayıram. Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu üçün olmuş test bankından Azərbaycan dili suallarının izahına baxaraq. Deməli, birinci sual. Vurğusu ikinci hecəyə düşən sözü müəyyən edin. Globus, vurğu birdədir. Obyektiv, vurğu obyektiv sözündə hardadır? Obyektiv sondadır. Nostalji, vurğu sondadır. Lider birdədir. Diaqnoz, vurğu ikinci hecədir. Deməli, birinci suala cavabımız oldu B variantı. Gəldi 2-yə. Konservatoriya sözündə vurğu neçənci hecəyə düşür? Konservatoriya hara düşdü? Oya. Neçənci hecədə? 1, 2, 3, 4-cü hecə. 4-cü hecə haradadır? C variantı. İkinci suala cavabımız C variantıdır. 3. Hecaya düzgün ayrılmayan sözləri müəyyən edin. Sentiyabr olmalıdır. Burada sent yazıb. Sentiyabr olmalıdır. Bir düzgün ayrılmayıb. Kilogram düzdür. Aktyor yanlışdır. Dinclik düzdür. Mövsüm düzdür. Kəmənd olmalıdır. Kəmənd. Məndicə bu bir hecada olmalıdır. Yanlışdır. Yanlış olanlar istəyir 1, 3 və 6-cı bizim yanlış hecalar ayrılan sözümüz. 4. Vurğusu düzgün qoyulduğu sözü müəyyən edin. Deviz vurğu düzdür. Fövqəladə vurğu sonda olmalıdır. Generator vurğu ada. Materiya vurğu edə. Qəflətən vurğu birdədir. Düzgün qoyulanı istəyir təbii ki A variantı. 4-cü suala cavabımız A variantıdır. 5. Vurğunun düzgün qoyulduğu sözü müəyyən edin. Akasiya. Yox, akasiya, Akasiya olmalıdır. Yanlışdır. Aksiya vurğu 1-də olmalıdır. Yanlışdır. Akustika vurğu 2-də olmalıdır. Yanlışdır. Akademiya vurğu 3-də olmalıdır. Yanlışdır. Aksiyom vurğu 10 üzərində doğrudur. Doğrunu istəyir. Cavab C variantıdır. 6-cı sual. Vurğunun düzgün qoyulduğu sözü müəyyən edin. Yenə vurğunun düzgün. Dustaq. Dustaq. Vurğu sondadır. Bəli, düzgündür. Düzgünü istəyir A variantı. Dizel vurğu 1-dədir. Cəngavər vurğu sondadır. Vitamin sondadır. Diplomat sondadır. Düzgünü istəyir A variantı. 7. Verilən xüsusiyyətlərə uyğun gələn sözü müəyyən edin. Yazışı deyişə fərqlənmir. Bax, tozanaq sözü fərqlənir. Necə olur? Tələffüzdə tozanaq olur. Q keçir xıya. Ona görə yeni çıxartdıq. Uyğun gəlmədi birincidən. Bacı oğulda ı düşür. Olur bac oğlu. Bac oğlu. I düşür. Əm oğlu, bacı oğlu. Bunlarda ı düşür. C-ni də çıxartdım. Bakteriya, inzibati baməzə bunlarda fərqlənmir. Vurğu ikinci hecəyə düşür. Baməzə vurğu sona düşür. Çıxartdım. İnzibati vurğu sona düşür. Çıxartdım. Bakteriya vurğu 2-yə düşür. Tərkibində uzun tərəf sonundan sait yoxdur. Bakteriya sözündə uzun tərəf sonundan sait yoxdur. 7-ci suala cavabım A variantıdır. 8. Hansı sözlərə vurğu axırıncı hecaya düşmür? Dünən vurğu 1-dədir. Götürdüm. Elan vurğu sondadır. Götürmürəm. Axırıncı hecaya düşdü. Ahəng vurğu sondadır. İkinci hecada. Vurğu sona düşdü. Götürmürəm. Nümunə vurğu sondadır. Götürmürəm. Yenə vurğu 1-dədir. Götürürəm. Hökmən vurğu 1-dədir. Götürürəm. Axırıncı hecada deyil. Turnir vurğu sondadır. Götürmürəm. Axırıncı hecəyə düşməyənləri istəyir. Yəni birinci hecəyə düşənlər 1, 5 və 6 sənin cavabındır. Vurğunun yerini dəyişməklə mənası dəyişən sözü müəyyən edin. Vurğunun yerini, bu sonu iklə bitən sözlərdir. Burada da qrafik var, akademik var, satirik var, klassik var. Bu sözlər vurğusu dəyişməklə mənası dəyişən sözlərdir. 9-cu sualda cavabımız E variantıdır. Orfoqrafik cəhət. Orfoqrafik nədir? Düzgün yazılış. Düzgün yazılış cəhətdən düzgün olan sözləri. Kollegiya olmalıdır. O ilə yazılmalıdır. Səhvdir. Təbiət sözündə y yoxdur. O tələffüzdədir. Səhvdir. Sonra təhqiqat, minimum, ideologiya. Təmayül sözünün yazılış qaydası necədir? Və yaxud da təmayül sözündə yazılış təmayül olmalıdır. Orada y yazılmalıdır. Təmayül. Y ilə yazılır deyə C-də, məsəl üçün bu səhvdir. Səhvdir deyə C-ni çıxardırıq. Sonra təhqiqat sözü necə yazılır? Təhqiqat. Təhqiqat sözü düz yazılır. Minimum sözü. Minimum.
Minimum sözü minimum düz yazılıb. İdeologiya sözü ideologiya yazılmalıdır. İdeologiya. Bu da düzgün yazılıb. Burada hamısı düzdür. Simpatiya sözü neyine yazılır? M ilə yazılır da simpatiya. Simpatiya deyil. Bunun yazılışında M var. Doğrudur. Mütəfəkkir. Mütəfəkkir sözü. Mütəfəkkir sözündə iki dənə K var. Mütəfəkkir. Mütəfəkkir. Bu da doğru yazılıb. Situasiya sözü. Situasiya sözündə isə situasiya olmalıdır. Situasiya yox. Bax, belə yazılmalıdır bu söz. Situasiya. Burada da bu yanlışdır. 10 sualda cavabımız oldu. D variantı. Gəldik 11-ci sual. Orfoqrafik cəhətdən, yenə orfoqrafiya nədir? Düzgün yazılış. Düzgün yazılış baxımından düzgün olan sözü. Layihə deyil, bu söz layihədir. Layihə. Y-hı. Hı-yı yox. Birinci y gəlir, sonra hı gəlir. Bu yanlışdır. Xahişdir, yanlışdır. Bəyanat sözündə, bəyanat sözündə. Bəyan olur, bəyanat olur da. Bəyanat sözü burada bəyanat düzgün yazılıb. Doğrudur. Bəyanat sözü tamamilə doğrudur. Bəyanat düz yazılıb. Müşayiət sözü necə yazılır? Müşayiət. Müşayiət şəklində yazılır. Sonra institut sözü institut şəklində yazılır. Bax belə. İnstitut şəklində. Burada institut yazılıb, yanlışdır. Düzgün cavabımız 11-də C variantıdır. 12. Orfoepiyası düzgün yazılan söz. Orfoepiya nədir? Tələffüz. Düzgün tələffüz deməkdir. Düzgün göstərilməyib. Yataq, yataq təbii ki doğrudur. Palıt, palıt doğrudur. Qaranlıq, qaranlıq doğrudur. Tələskən, tələskən olmalıdır. Burada k, g-yə keçməlidir. Bu yanlışdır. Tələffüz sözü də tamamilə doğrudur. Burada f düşmür. 12-də cavabımız oldu D variantı. 13-cü sual. Yazışı ilə tələffüzü fərqlənməyən sözü. Yazışı ilə tələffüzü fərqlənməyən sözü müəyyən edin. Əmioğlu bayaq dedim. Əmioğlu, bacıoğlu, dayıoğlu. Burada i düşür. Olur əmoğlu. Bax belə. Əmoğlu. Dayıoğlu, dayıoğlu. Bu şəkildə tələffüz olunur. Burada fərqlənməyən dedi. Bu fərqləndi, çıxdıq. B variantı. İddia. İ anın arasında ya artırılır. İddia şəklində tələffüz olunur. Fərqlənir, çıxdı. İntonasiya. O keçir aya fərqlənir, çıxdıq. Perspektiv heç bir şey fərqlənmir. Perspektiv olduğu kimi də tələffüz olunur. Vaxt aşırı. Burada t-dan sonra sayət gəlib deyə vaxt aşırı olur. T keçir deyə vaxtı aşırı şəklində tələffüz olunur. Bunu da çıxdıq. 13-cü sualda cavabımız D variantıdır. Gəldik. 14-cü sual. Yenə hansı sözün tələffüzü, yəni orfoepiyası düzgün göstərilməmişdir. Gəldik. Cəmaət sözünə demişəm, qoşa A olanda biri düşür, digəri uzun tələffüz olunur. Doğrudur. Məsələn, maaş sözü olsun. Maaş yazılır, maaş. Necə tələffüz olunur? Maaş. Biri düşür, digəri uzun tələffüz olunur. Doğrudur. Usta yazılır, usta olur. Doğrudur. Üçbucaq yazılır, üçbucaq olur. Doğrudur. Zəif yazılır, zəif. Arasında y artırılır, zəif. Doğrudur. Heyrətlə lalə şəkilçisi nan, nən kimi tələffüz olunur. Heyrətlə heyrət nən olmalıydı. Heyrət nən şəklində. Bax, bu şəkildə tələffüz olmalıdır. Düzgün göstərilməmişdir. Düzgün göstərilməyən heyrətlə sözüdür. 14-də cavabımız Y variantıdır. 15-ci sual. Səhv yazılmış sözü müəyyən edin. Səhv yazılmış söz. Burada hal-hazırki defisini yazılır. Doğrudur. İbrətamiz doğrudur. Xəkəndaz düzdür. Girdəsifə doğrudur. Qırmanc, qırmancıdır bu. Tələffüzdə olur ç. Yəni bu söz c ilə yazılır. Tələffüzdə keçir ç-ya. Yəni səhv yazılan söz C variantı bizim cavabımızdır. Hansı sözlərdə nöqtələrin yerinə ç hərfi yazılmalıdır? Ç hərfi. O çəkdir. Ç yazılır. Təc hizatdır. C. Ç yox. Məcmuədir. C-dir. Məcmuə deyil. Hörüm çəkdir. C-dir. Kərpic. C-dır. İşğal çılıqdır. C-dır. Ç olanlar hansıdır? 1-ə ç yazdıq, 4-ə ç yazdıq, 6-ya yazdıq. 1, 4 və 6. 17.
Səhv yazıldığına görə hecasının sayı azalan sözü müəyyən edir. Yəni bu nə deməkdir? Hecanın sayı nədir? Hecanın sayı sait səslərin sayı ilə müəyyən edilir. Yəni orada sait səs səhv yazılıb. O da hansı söz olacaq? Təbii ki, epidemiya düzdür, konsepsiya düzdür, klinika düzdür, güzəştisi. Bax burada səhv yazılan güzəştisi yoxdur. Amma sən deyir, səhv sayının hecanın sayı azalan. Axı bu samitin hecanın sayına heç bir aidiyyəti yoxdur. Hecanın sayı saitlə bağlıdır. Burada ensiklopediya, burada i'si yoxdur deyə bu nə olub? Bu bizdə saitin yazılmaması hecanın sayının azalması ilə nəticələnib. Ona görə 17-ci sualda cavabımız C variantıdır. 18. Orfoqrafik cəhətdən, yəni düzgün yazılışdan səhv olan sözü. Hökumətdir, ü yox. Hökumət ilə A variantı səhvdir. Dəyişkən doğrudur, müəssisə doğrudur, konqresdə birisi var, doğrudur, macəra doğrudur. Gəldik. Gəldik neçə? 19-cu sual. 19-cu sualda deyir, düzgün yazılmış sözü müəyyən edin, çatışmazlıq. Çatışmazlıq düzdür. Çatışmazlıq. Bu elə doğru yazılışdır. Rəhimlidə i olmur. Magnitofon olur. Qəhrəman olur. Korifey olur. Deməli, daha düzgün yazılmış söz A variantı düzgün cavabımızdır. Orfoqrafik cəhətdən düzgün olan sözü müəyyən edin, 20-ci sual. Orfoqrafik cəhətdən nədir? Yenə düzgün yazılışdır. Mühüm sözü necə yazılır? Elə mühüm ü ilə yazılır da doğrudur. Ümid idi, mümbit idi, qubar udu, müdir idi. Burada düzgün yazılır. Mühüm amma ü ilə yazılır. 20-ci sualda cavabımız A variantıdır.